Əziz tələbələrim, kanalıma xoş gəlmisiniz. Bugünkü mövzumuz adi onlu kəsirlər, adi və onlu kəsirlərdir. Plan sizə izah etməyə çalışacağım. İlk öncə adi kəsirlərdən başlayaq. Bildiyimiz kimi, adi kəsirlər planlar üzrə müxtəlifdir. Bir planları sizə izah etməyə çalışacağım. İlk öncə başlayaq. Məxrəc nəyə deyilir, sürət nəyə deyilir? Bildiyimiz kimi x, y daxildir z olduqda, y fərqli olduqda sıfırdan, x bölünsün y, bu adi onluq kəsir adlanır. Yəni bu əsasən bunu əgər yerinə yetirirsə, bu kəsir, yəni x bölünsün y, bunu yerinə yetirirsə, bu əsası yerinə yetirirsə, onda adi onluq kəsir deyirik. Adi onluq kəsirdə x sürət, y isə məxrəc olur. Daha sonra adi kəsirlər düzgün kəsir və düzgün olmayan kəsirlərə daxildir. Bizim dediyimiz x, y daxildir natural ədəd. Düzdür? Daha sonra əgər x kiçikdir y olarsa, yəni x bölünsün y kəsiri düzgün kəsirdir. Çünki sürət məxrəcdən kiçikdir. Əgər əksinə, yəni x böyük olarsa y-dən, yəni sürət məxrəcdən böyük olarsa, bunda düzgün olmayan kəsirlərə daxildir. Məsələn, düzgün olan kəsirləri deyim sizə. Düzgün olan kəsirlərə daxil etdiyimiz nümunə, deməli, 3 bölünsün 8. Gördüyümüz kimi 3 8-dən kiçikdir. Yəni bu düzgün kəsirdir. Əgər yox, 14 bölünsün. Kəsir xəttə həm də bölünmə götürdüyümüzə əsasən ona görə bölünsün deyirəm. 13. Görürsünüz ki, 14 13-dən böyükdür. Yəni surət və məxrəcdən 14 13-dən böyük olduğuna görə bu düzgün olmayandır. Amma 3 8-dən kiçik olduğuna görə bu düzgün kəsirdir. Bunu nəzərə alınmalıdır. Bir şeydən nəzərə almaq lazımdır ki, biz dedik düzgün olan kəsir sürət məxrəcdən böyük olduqda düzgün olmayanda bir dənə də düzgün olmayan əsas götürülür. Yəni x, məsələn, x bölünsün biz y götürürüksə, burada x kiçik böyük olduqda y-dən, deməli, bizim düzgün olmayan kəsirlərimiz hansılar idi? X bölünsün. Bir dənə kəsir götürürük. X əgər, yəni sürət məxrəcdən böyük olarsa və həmçinin x böyük bərabər. Yəni, biz buna bir nümunə göstərir. Məsələn, birinci qaydaya əsasən, bu birinci qaydadır. Bu ikinci qayda götürək. Birinci qaydaya əsasən, məsələn, kəsir belə olsun. 13-də 9. Gördüyümüz kimi, sürət və məxrəcdən böyükdür. Bu düzgün olmayandır. İkinci isə bərabər olduqda 13, 13. Yəni, həm sürət, həm də məxrəc bir-birinə bərabər olduqda bu düzgün olmayan kəsir götürülür. Daha sonra kəsirin bəzi xassələri var, adi onluq kəsirlər, adi və onluq kəsirlərin. Bu xassəsi də var ki, sıfırdan fərqli. Hər hansı bir ədədə vursaq və ya bölsək, ilə sıfırın özünə də vursaq və ya bölsək, kəsirin qiyməti heç bir zaman dəyişməyəcək. Nümunə olaraq sizə bir dənə nümunə göstərim. Məsələn, 3 böl 4. Məsələn, sürət və məxrəci mən 2-yə vurmaq istəyirəm, düzdür? 3 vur 4, 2, 4 vur 2. 6 böl 8. Gördünüz, dəyişmir. Eyni formada artır. Yəni, həm surət, həm də məxrəc eyni formada artıb, həm də azalda bilərik. Onu da sizə öyrədəcəm. İxtisar olunan kəsirlər, ixtisar olunmayan kəsirlərdə. Yəni, bu mövzuya daxildir, planımızda var. Deməli, qarşılıqlı tərs və əks ədədlər vardır. Tərs ədədlər budur ki, hasili 1-ə bərabərın 2 qarşılıqlı tərs ədədlərdir. Məsələn,
9 vur 9'da 1 bərabərdir. Buranda 9 bölünsün 9, 1. Vurma qaydasını da sizə öyrədəcəm. Bir də var ki, əks ədədlər. Bunlar fərqlidir. Nəyi fərqlidir? Ona görə ki, məsələn, biri var hasili, biri var cəmi. İndi tərs ədəddə biz dedik hasili 1-ə bərabər olan, amma əks ədəddə isə cəmi 0-a bərabər olan 2 qarşılıqlı əks ədədlər adlanır. 2 ədədə qarşılıqlı əks ədədlər adlanır. Məsələn, 2-nin əksi nədir? Birinci bunu öyrənək. -2. 3-ün əksi nədir? -3. İndi deyirik ki, bunların cəmi 0-a bərabər olduqda bu əks ədədlərdir. Yəni 3 plus minus 3 bərabərdir. 3 çıxılsın 3 bərabərdir 0. Cavabımız 0. Bu deməli əks ədədlərdir. Həmçinin 2 və -2 də ona daxil olmaqla. Deməli, digər bölməmiz isə kəsirin ixtisarıdır. Kəsirin ixtisarı nədir? Ədədlərin əbobuna bölmək lazımdır. Əbob bildiyimiz kimi keçən dərs keçdik. İzah eləmişdim cəbir mövzusunda. İndi necə mən sizə nümunə göstərib? Məsələn, 11 böl 77 bərabərdir 77. 7-də 1. Sual verəcəyiz ki, müəllim, yəni bu necə buradan gəlib? Bunu əsasən gəlib ki, 11 ilə 77-nin əbobunu tapırıq. Bunun da əbobu hesabladığımız əsasən 11 verir. Bunun hər birini, daha doğrusu surət və məxrəcini 11-ə bölün. 11-i 11-ə böləndə 1, 77-ni 11-ə böləndə 7 eləyir. Bu kəsirin ixtisarı adlanır. Daha sonra adi kəsirlərin müqayisəsi mövzusunu sizə keçim. Məxrəcləri bərabər olan kəsirlərin surəti böyük olan kəsir böyük, kiçik olan kəsir isə kiçikdir. Bu məxrəcləri bərabər olanlara aiddir. Məxrəcləri fərqli olanları da sizə izah edəcəm. İlk öncə buna nümunə gətirək. Tərifimiz necə idi? Məxrəcləri bərabər olan, yəni 14, digərində məxrəcin 14 götürək. İndi surətində məsələn birinə 9 yazaq, birinə 8 yazaq. Fərqi yoxdur. Yəni digər başqa ədəd də ola bilərdi. Sadəcə mən nümunə olaraq sizə bunu göstərmək istəyirəm. Bu ədədləri müqayisə edək. Necə? Tərifimizdə nə dedi? Məxrəcləri bərabər olan 14 hər ikisində düzdür. Ayrıca yazaq təzədən. Bərabər olan biz böyüyü axtarırıqsa, böyük kəsiri axtarırıqsa işarə belə olacaq. Ancaq biz kiçiyi axtarırıqsa onun əksinə olacaq. Yəni biz surətə baxacaq. Əgər məxrəc bərabərdirsə, yox, fərqlidirsə onu da indi izah edəcəm sizə. Surətləri bərabər olan kəsirlərin müqayisəsi fərqli olur. Məsələn, 8-in 4-ə və 8-in 3-ə. Bunda necə fərqli olur? Ona görə fərqli olur ki, məxrəci kiçik olan böyük götürülür. Məsələn, 8-in 4-ə, bir daha yazırıq, 8-in 3-ün 8-ə. Belə götürəcək. Kiçik olduqda isə əksinə, kiçik istədikdə isə əksinə. Kiçik budur, böyük bu. Deməli, qarşıq ədədlərdə isə fərqlidir. Necə fərqlidir? Qarşıq ədədlərdə tam kəsir hissi olur. Yəni, məsələn, 5 tam 7-də 1, 6 tam 15-də 2 və s. Və s. Qarşıq ədəd biri var düzgün olmayan kəsirlər, biri də var düzgün olan kəsirlər. Düzgün olan kəsirlər dedik ki, məsələn, üçündə yəni y x-dan böyük olduqda, əgər əksinə olduqda isə düzgün olmayanda. Bu da daxildir. Məsələn, biz tam kəsiri tapmaq üçün
tam formada kəsri biz həll eləmək üçün biz ilk öncə kəsri, məsələn üçün 2 tam 3də 1 kiçiyini götürürəm, beyniniz qarışmasın. 3'ü vururuq, 3 olduğu kimi qalır aşağıdan. Məxrəc olduğu kimi qalır. Bunu düzgün olmayanı çeviririk. Yəni surət məxrəcdən böyük olacaq. Bu bizim düzgün olanımızdır. Digər düzgün olan məxrəc surətdən böyük. Çünki biz burada məsələn üçün tam hissə götürmürük, amma kəsr hissə görürük ki, düzdür də, düzgün olandır. Düzdür? Yəni 3də 1 düzgün olan kəsirdir. Daha sonra isə 3'ü vururuq 2'yə. Üstlərinə gəlirik 1'i. Bu da neçə eləyir? 6 plus 1 təzədən 3 aşağıda, 3 aşağıda, yuxarıda 7. Bu olur düzgün olmayan kəsir. Yəni 7'də 3 bu ədəd. Olur düzgün olmayan kəsir. Düzgün olmayan kəsir həm də qarışıq ədəd kimi götürülür. Daha sonra var düzgün olmayan kəsirlərin qarışıq ədədə çevrilməsi. Bu zaman daha asan yolundayımsa, məsələn üçün 7'də 3 dedikdə düzdür. Biz 7'ni 3'ə bölərik. Neçə alınır? 7'ni bölsək 3'ə, budaqlı formada sizə izləyim 2 dəfə. 6 qalıq nədirsə, onu sürətdə yazırıq. Nəyə bölmüşük? 3'ə. Onu aşağıda yazırıq. Amma burada olan var ha. Bizim tapdığımız, bölüb aldığımız ədədi isə gətirib burada yazırıq. Tam ədəd kimi yazırıq. Bu qarışıq ədədi, deməli, düzgün olmayan kəsirin qarışıq ədədə çevrilməsidir. Nədən qarışıq ədəd deyilir? Çünki tam hissə və kəsir hissədən ibarətdir. Daha sonra adi kəsirlər üzərində əməllər var. Onları bir-bir izah edəcəm. Birincisi toplama. Toplama. Biz bilirik ki, toplama fərqli kəsirlər üzərində ola bilər. Yəni məxrəci fərqli, məxrəci eyni və tam hissələrdən, yəni qarışıq ədədlər. Dediyi 2 tam, 3də 1, 2 tam fərqi yoxdur, tamların fərqi. Yəni əsas tam olan ədədə dedik ki, qarışıq ədəddir. Nəysə, ilk öncə biz toplanmasından başlayaq. Toplanma nədir? Birinci nümunəni göstərim sizə. A deyək buna. Məsələn, 15'də 4 plus 15'də 7. Biz burada nə görürük? Görürük ki, məxrəclər eynidir. Deməli, məxrəclər eynidirsə 15'də 4 plus 7. Sadəcə sürətləri toplayır. İfsiyo. Yəni 15'də 11. Və salam. Bununla da bu misal bitir. Yəni nə dedik? Dedik ki, məxrəcləri eyni olduqda sadəcə sürətlər toplanır. İfsiyo. Amma qarışıq ədədlərdə, məxrəclər də fərqli olmalıdır. Çünki toplama fərqlidir. Onu da sizə izah edəcəm. Daha sonra, toplamadan sonra çıxma. Çıxmada da eynidir. Əgər kəsirin məxrəci eynidirsə, eynidir, görürsünüz. Eynidir, 15-15. Ona görə 3'dən elə 2'nin çıxacaq. 15 olduğu kimi qalacaq. 15'də 1. İfsiyo. Yəni bu qədər. Yenə də deyirəm, təkrar izah edirəm. Məxrəclər bərabər olduqda sadəcə sürətlər toplanırsa toplanacaq, toplanma istəyirsə yəni. Amma çıxmaq istəyirsə çıxılacaq. Daha sonra müxtəlif olan kəsirlərin toplanması, yəni məxrəci müxtəlif olan 3'də 2, üstə gəl 4'də 1. Bunu necə edirik? Bunların ən kiçik ortaq bölünəni tapırıq. Yəni elə bir ədəd tapmalıyıq ki, həm 3'ə bölünsün, həm 4'ə bölünsün. Mən sizə bunun asan, hər ədəddə olmur, yəni hər kəsirdə olmur. Amma daha asan yolunu deyim. Belə ki, əgər kiçik ədəddirsə, kiçik ədədlərə daxildir və onların vurma cədvəlində onlara bölünən, hər ikisinə bölünən ədəd yoxdursa, belə götürürük. 3'ü vururuq 4'ə. Yəni məxrəcləri aşağıları bir-birinə vurub, bir dənə məxrəc götürürük. 12. Sadəcə məntiqi vurursa, daha sonra 12'ni tapdıq. 12'ni 3'ə bölürük ilk öncə aşağı. Neçə eləyir? 4. Deməli 2 vurulsun 4. Üstə gəl. Daha sonra 12'ni bölürük 4'ə. Neçə eləyir? 3. 3'ü vururuq 1'ə. Yəni tapdığımız, bölüb tapdığımız ədədi yuxarıdakı məxrəcə vururuq.
Daha sonra həll edirik. 8 üstə gəl 3 bölünsün 12 11 böl 12. İsyan. Bu qədər. Yəni hər ədəddə olmur. Daha diqqətli olsanız yaxşı olar. Çünki həll edəcək misalları, topluları, sinif kitablarını işlədikcə daha rahat öyrənəcəksiniz. Amma digər cəhətlərdən belə xırda ədədlər və onlara bölünən vurma cədvəlində əsasən düşüncəyə əsasən vurma cədvəlinin gözünüzün qabağına gətirin, daha rahat olar. Kiçik ədədləri bir-birinə, aşağıları bir-birinə vurursunuz, ifsiyo. Deməli bir şey də deyim sizə, onluq kəsirlərimiz var. Bir də dedik adi kəsirlər bu qədər idi mövzu. Onluq kəsirlərimiz daha fərqlidir. Necə fərqlidir? Onluq kəsirdə biz kəsirdən çıxırıq, tam ədədlərə keçirik. Deyəcəksiniz necə? Yəni məsələn bölmə keçək. 4 bölünsün 5. Düzdür. Bunu götüreceğim 0'dan bunda 8. Deyəcəksiniz müəllim hardan gəldi? Oradan gəldi ki 4'ü biz bölürük 5'ə. Düzdür. Mən sizə bunu kəsirlə də öyrətmək istəyirəm, həm də budaqlı ilə də öyrətmək istəyirəm, görəsiz deyə. Daha sonra bir dənə bura 0 atırıq 4'ün yanına. Görürsünüz ki, bu, yəni surət məxrəcdən kiçikdirsə, bir dənə 0 atırıq. Əgər onluq kəsir istəyirsə, qarışdırmayın. 0 atırıq, ora atanda burada atırıq. Bir dənə də virgül bura. Tamam mı? Daha sonra 45'e neçə dəfə bölünür? 8 dəfə. İfsiyo. Çox rahat. Yəni 0,8. İfsiyo. Bu qədər asandır. Siz toplanma üzərində əməllər var bəzi. Yəni adi onluq kəsirlərdə olduğu kimi, daha doğrusu adi kəsirlərdə olduğu kimi onluq kəsirlərdə də toplama, çıxma, vurma, bölmə əməlləri vardır. Sizə çox da dərinə öyrətmək istəmirəm, amma qısa formada göstərmək istəyirəm. Məsələn üçün 0,8 0,6 0,2. Buradan buranı çıxırsan, buradan buranı çıxırsan. Məsələn 1,10 belə bir şeydir. Yox. Səhv elədim. Bir dakika. 8 çıxılsın. Məsələn, çıxma ilə göstərəm. Bu toplama da ola bilər. Toplama ilə məsələn göstərəm, sonra çıxma ilə göstərərəm. Toplama ilə göstərəndə bura 0, bura 2. Çox vaxt bu götürülmür. Yəni burada bu 2 olan kimi tam ədəd bu tərəf 0 olduqda bu 0 götürülmür, amma yenə də nəzərə alın da siz. Daha sonra məsələn çıxma olduqda fərqli olur. Məsələn 2 idisə adi çıxma kimi yerinə yetirin. Bu 0'ı saymayın elə bil. Başa düşdünüz necə? Elə bil 12-dən 8'i çıxın. Ən rahat yolunu sizə bunu deyim. Çıxın, birini elə bil götürüb bunun üstə qoyursan, bu edir 12, düzdür? 12-dən 8 çıxanda 4. Buradan birini götürmüşük, axı burada elə 0'dır. Ona görə heç nə yazılmır. Gətirir bu 0 bura düşür. Başa düşdünüz? Edir 0,4. Yəni siz bu 0'ı nə vaxt nəzərə alarsınız? Burada məsələn ədəd olmur, bura 0 olur. Bu 0'ı götürüb, məsələn 1'in yerinə 0 götürülür də, düzdür? O 0'ı götürüb yazarıq məsələn bura. İfsiyo. Alarıq 0,4. Saf dövr onluq kəsirlər kəsir dövrü birbaş vergüldən sonra başlayır. Yəni 0 məsələn dövrdə 6. Promoy dövr başlayır, görürsünüz? Amma isə qarışıq dövr onluq kəsirlər belə deyil. Məsələn 0 B içəridə A. Belə olur. Mən sizə bunu ədədlə yox, hələ ki hərflə göstərmək istədim ki, qarışdırmayasınız deyə. İndi ədədlə göstərəcəm. 1-2 düstur göstərdikdən sonra. Deməli, yadınıza saxlayın. 0 A bərabərdir. A bölünsün 9. Bunun yazılış forması budur. Daha sonra bu sadədir. Yəni saf dövrdür. 0 AB. Bu da 99 AB'ye götürülür. Daha sonra 0 ABC. Bu da eləyir 999 ABC. Gördünüz? Yəni buradakı ədədlər artdıqca 9'ların sayı da artır.
Biz dövrün içindəki ədədlərin sayı qədər 9. Ona görə deyirlər ki, dövrdəki ədədlərin sayı qədər məxrəcdə 9. Deməli, qarışıq dövr onluq kəsirlərdə isə adi kəsirə çevirdikdə bildiyimiz kimi qarşı dövr onluq kəsirlər dedik ki, məsələn 0 BA kimi olur. Məsəl çəkdik biz bunu. İndi belə göstərim sizə. Qarışdırmayasınız deyə bunu silim. 0 A mötərizə daxilində B. Kəsrə çeviririk. A, B çıxılsın A bölünsün 90. Yəni, mötərizədəkilərin sayı qədər 9, xaricində isə 0. Sayı qədər 0 götürəcək. İndi digərini yazaq. 0 A, B, C. Yəni, A, B, C-nin olduğu kimi yazırıq surətdə. Aşağıda 2 dənə 9, mötərizədə 2 dənə rəqəm var. Çöldə isə 1 dənə. Yəni, 1 dənə 0. Yazırıq A. İfşə. Digərləri də bu formada. Əgər indi ikisini bir yerdə göstərim sizə bir dənə. İkisini bir yerdə göstərim. Məsələn, 0 AB, burada da C. Yəni, dövrdə C olsa, ABC çıxılsın AB. Çöldə nədir? AB-dir. Onu çıxırıq. Plusdan nəzərə alırıq. İçəridə neçə dənə ədəd var? Yəni, tam var. Bir dənə. Bir dənə 9 yazırıq. Çöldə neçə dənə ədəd var? Götürsək əgər əsasən 1, 2. 2 dənə də 0. İfşa. Yəni, dövrdəki ədədlərin sayı qədər 9, dövrdən əvvəlki ədədlərin sayı qədər isə 0. Buna qarışmırıq, bu dəyişə bilər. Amma ki, bu kəsrə təsir eləmir. İndi sizə bir nümunə göstərim. Beyniniz qarışmasın deyə. Məsələn, 2 tam dövrdə 36. Düzdür. 2-ni yazırıq. Necə yazırıq? Plus 0,36 kimi yazsaq daha rahat olar sizə. Bərabərdir. 2-ni yazırıq. Plus sayı qədər 9, 2 dənə ədəddir. 36. Bu da bərabərdir. 2 olduğu kimi qalır. İxtisarı öyrətdim mən sizə. İxtisar olunur. Necə ixtisar olunur? Əbobu tapılaraq ixtisar olunur. Daha sonra əbobu tapıldıqdan sonra bilirik ki, bölünməyə əsasən 9-a bölünür. 36-ın 9-a böləndə 4. 9-u 9-a böləndə 11. Onda kəsirimiz 2, 11 üstü 4. Belə alınır. Yəni, bu daha rahat yoldur. Amma digər yolla da getsəz, açıq formada izah eləmək olar və anlamaq olar.